Soruşursunuz ki, Nazlı xanım, blastatitis hominis nədir? Uşağıma analiz vermişdim, orada çıxıb, bu deyəsən qurtdur, mən çox qorxuram, çox narahatam. Son günlər blastatitis hominislə bağlı suallar gəldiyi üçün bu mövzuda danışmaq istədim. İlk dəfədir danışıram. Blastatitis hominis ilk növbədə deyim ki, qurd deyil, bir hüceyrəli mikroskopik orqanizmdir. Fekal oral yolla yoluxur. Yəni çiklənmiş sudan, qidadan, əllə ağza toxunursan, ağza düşür və yoluxur. Yoluxduqdan sonra çox vaxtı heç bir əlamət vermir. Səssiz də bu mikroba yoluxmaq olar, heç bir əlamətsiz keçirmək olar. Lakin əgər əlamət verərsə də, xüsusən də uşaqlarda iştahsızlıq, ürək bulanma, qarında sancı şəkilli ağrılar, ishal, qəbizlik, ishalla qəbizliyin növbələşməsi kimi əlamətlər verir. Qorxmağa gərək yoxdur. Blastatitis hominis çox qısa müalicələrlə, bir həftəlik, 10 günlük müalicələrlə tamamilə sağalır.